təyyarə qəzasının gizli detallarını deyəcəm sizə. Təyyarəni kim partlatdı? Təyyarəni partladıblar. Qəza deyil. Türkiyənin C-30 hərbi yük təyyarəsi Gürcüstanla Azərbaycan sərhədinin 5 kilometr yaxınlığında qəzaya uğrayıbdır. Bu təxribatdır. Bunun qəza olmadığını, təxribat olduğunu faktlarla sübut edirik. Bu təyyarə bugün Türkiyədən Trabzondan Azərbaycana gəlib. Təyyarə özü ilə silah, sursat, texnika gətirib. Bu silah, sursat, texnika Azərbaycan Türkiyədən pulla aldığı silah, sursat, texnika idi. NATO və Türkiyə istehsalı olan silahlar idi. Rusiya kəşfiyyatı bu təyyarənin gəlişindən xəbərdar olubdu. Lakin təyyarəyə hər hansı təxribat etmək mümkün deyildi. Rus kəşfiyyatı bu təxribatı Azərbaycanda hazırladı. Təyyarə yükü boşaldandan sonra Azərbaycan xüsusi xidmət orqanlarının vasitəsilə Rusiya tərəfi çox güman ki FSB təyyarəyə partlayıcı yerləşdirdi. Və bu partlayıcı saatlı partlayıcıdır. Gəncədən havaya qalxmasından tutmuş təyyarə Gürcüstan səmasında nə vaxt olacaq hamısı qabaqcadan hesablanmışdı. Təyin edilib saatlı bomba elə quraşdırılmışdı. Təyyarə Gürcüstan səmasında olanda partladıldı. Gürcüstan neytral ərazidir. Ona görə orada partladıldı ki, oranın hakimiyyəti hazırda Rusiya kəşfiyyatına xidmət edir. Yəni Rusiyanın istədiyi sözü deyəcək. Gürcüstan hakimiyyəti Türkiyədən araşdırma qrupu gələnə kimi Rusiya əleyhinə olan orada lazımı sübutları apardılar. İndən sonra türklər gəlsə də ovcunu yalayarlar. Ruslar heç nə qoymadı. Təyyarə Azərbaycan ərazisində partladıla bilərdi, amma partladılmadı. Niyə? Təyyarə Azərbaycan ərazisində partladılsaydı, bu artıq Azərbaycanın hava təhlükəsizliyini sual altına qoyacaqdı və dünyanın çox ölkələri Azərbaycana uçuşları dayandıra bilərdi və yaxud Azərbaycan üzərindən uçuşları dayandıra bilərdi. İlham Əliyevin büdcəsinə, imicinə zərər deməkdir. Bu təxribatda İlham Əliyevin əli var. Türkiyə, NATO Azərbaycana soxulmasını İlham Əliyev istəmir. Erdoğan isə Azərbaycanı Rusiyadan bacardıqca uzaqlaşdırmaq istəyir. Bu Erdoğana mesaj idi, Erdoğana gözdağı idi. Təyyarənin partladılmasına gəldikdə kadrlardan göründüyü kimi təyyarənin mühərrikləri yerindədir və mühərriklər işləyir. Deməli təyyarənin sistemində problem olmayıb. Təyyarə havada olarkən onun quyruq hissəsinin olmadığını açıq-aşkar görürük. Bu kənar müdaxilə deyil. Bütün mütəxəssislər bilir ki, bu içindən patlamadır. Təyyarəyə kənardan hər hansısa hücum olsaydı, təyyarənin radarları bunu qabaqcadan müəyyən edir və təyyarə həyəcan siqnalı ötürür və yerdən hava hücumuna müdafiə qüvvələri müdaxilə edəcəkdi. Ən azından bunu bacarmasalar da kənar müdaxilə radarlara yaxalanacaqdı video şəklində. O əgər quş sürüsü ilə və ya mühərriklərdən biri xarab olsaydı, digər mühərriklər təyyarəni saxlaya bilir, yerə endirilmək mümkün olurdu. Ən əsası da pilotlar təyyarədəki vəziyyətlə bağlı yerə məlumat ötürə bilərdilər. Lakin bu təyyarənin içinə yerləşdirilmiş partlayıcının ani partlaması nəticəsində bütün sistem məhv olur, təyyarə bir neçə saniyəyə bölünür, partlayış nəticəsində təyyarədə havada ölənlər də olur və yerə düşəndən sonra təyyarədəki digər heyətlər də dərhal o partlayışdan sonra ölür. Göydə ikən quyruğu qopur. Niyə? Quyruq istiqamətində, təyyarənin ortasında, yəni quyruq istiqamətində qoyulan partlayıcı partlayanda əlbəttə ki, böyük dəliklər açılır və hava zərbəsi, dalğa, o necə deyirlər, hava basıncı da birbaşa quyruq hissəsinin qopmasına səbəb olur. Qəzanı törədən Rusiya olur. Yəni siz biz burada nəyə diqqət edin burada? Baxın, quyruq qopub ayrıca düşür, ayrıca bir dəmir parçası kimi düşür. Amma təyyarə də fırlana qalan hissəsi də qənədləri fırlana düşür. Elə deyilmi? Elədir. Fikir verin, quyruğun adicə bir dəmir parçasının düşməsinlə təyyarənin qalan hissəsinin fırlana düşməsi eyni sürətdə düşür. Yəni görün necə böyük sürətlə düşür. Qəsdinlə partlayıcını quyruq hissəyə qoyublar ki, özdə trotilin partlayıcının gücünü, təsirini güclü eləyiblər ki, bax, bunun hamısını hesablayıb Rusiya mütəxəssisləri. Baxın. Bax, baş qənət gəlir, baş qənət. Quyruq da qıraqdan gəlir, quyruq, baxın. Baş, qənət və quyruq, baxın. Partlayışa baxın, partlayışa. Oradan salamat adam çıxar mı? Baxın, partlayışa oradan salamat adam çıxar mı? Yəni, bunun çox adam. Mingəçevir su anbarının üzərindən gedir. Baxın, görün, radiusuna baxın. Təyyarə gedir. Mingəçevir su anbarını keçir Gəncədən. Sonra oradan dönür. Oradan gedir, nərdəysə Rusiya sərhədinə yaxın bir ərazidən gedir Gürcüstanın içərilərinə doğru və orada Azərbaycan sərhədinin 5 kilometrliyində partlayır. Niyə? Nə üçün? Niyə görə? Hələ Rusun vaxtından hərbi təyyarələr, xüsusilə hamısı Kür çayının, ümumiyyətcə çayların üzərindən gedərdi. Niyə görə Mingəçevirdən gedib belə dolanır? Bu təyyarə birbaşa Ermənistan üzərindən də gedə bilərdi. Zaten gediş-gəliş var. Bu təyyarə ilə birbaşa Gəncədən Şəmkir, Tovuz, Qazax üzərindən də Gürcüstan ərazisinə keçib gedə bilərdi. Niyə belə fırlanıb gəlir o tərəfdən bəri? Niyə? Təyyarənin içində 20 nəfər olubdu və 20'si də həyatını
itiribdi. Allahdan hamısına rəhmət eləyirəm.